Bayaqki sual tipindən, bayaq dedim, bir trapesiyanın daxilinə çevrə çəkilmişmiş. Burada problem nədədir? Problem ondadır ki, tərəfləri tam bilmək olmur. Hə, bərabər yanlı trapesiya deyir. Bunda belə bir trapesiya təsvir eləyək. Adı 3BS-ymiş. Onda adı B-dir, C-dir, D-dir. Yəni, bura bir X-dirsə, ya da A-dırsa, bura nəymiş? 3 aymış. Sonra, baxın, mərkəzi burada götürəm, o çevrəni çəkmirəm. Onda qabaq-qabağa toplayanda nəyi verirdi? Yəni, qarşı tərəflərin cəmi nəyə bərabər idi? Bir-birinə bərabər idi. Onda bura 4 atsa bunlar nədir? Baxın, nə çevrə çəkilib, ha? Sonra, bayaq nə dedim? Dedim, bura R, bura R. Yəni, bura bir dənə S-dirsə, bura neçə dənə S-dir? 3S. Yəni, bu qırmızı ilə göstərək. Bura S-dirsə, bura 3S. Və buralar nə idi? Bildiniz nəyə görə yazdım? Bayaq ispat elədik. İndi nəyi verib? AOB-ni. Yəni, 2S-i bizə nə qədər verib? 20. AOD-ni istəyir. AOD-də nə var? 3S. Deməli, 3S-in nə qədər olacaq? 30. Anladıq?